Bir gün səhrada gəzirdim, önümə bir quyu çıxdı və geri çəkildim. Gördüm quyunun içi parıldayır, əyildim. Baxdım quyudan aşağı və gördüm qızıllar var idi. Yanımdan quyunun içinə qədər uzanan bir kəndir gördüm. Tez kəndirlə aşağı düşdüm. Gözlərimə inana bilmədim, hər tərəf parlayırdı. Bir daşın üstündə hörümçək torları ilə bağlı lampa vardı. Yaxınlaşdım lampanın yanına və əlimə aldım, dondum, qaldım və fikrə daldım. Lampanı ovcumun içinə aldım. Lampanı təmizləmək üçün sürtdüm və ətrafı toz duman bürüdü. Gördüm önümdə cin var, gülürdü. Mənsə nəsə başa düşmürdüm. Mənə dedi, sən məni qurtardın və sərbəst buraxdın. 3 ilə yaxın var, denən nədir muradın? Birinci diləyim mən varlısı olmaqdır buranın. Cin havaya ucaldı və gerçəkləşmişdi diləyim. İkinci diləyimi dedi diləyim. İkinci isə quyudan çıxıb evə getmək idi diləyim. Cin yenə havaya ucaldı və ətrafa toz duman buraxdı. Gözümü yumub açan kimi gördüm, evdəyəm, havada idim, artıq yerdəyəm. Bir də bilmədiyim yerə heç vaxt getmərəm, belə bir şey eləmərəm, etmərəm. Evimə yenicə qovuşdum və sonra cin üçüncü diləyimi soruşdu. Yaxşı düşünməli idim, çünki bu son diləyim olmuşdu. Mən də bir dilək dilədim ki, hər kəsən hər şey barədə güclü olum. Cin yenə havaya qalxdı və ətrafı toz duman bürüdü. Gözümü yumdum, açan kimi gördüm uzanıb, boyum böyüyüb, qolum. Artıq heç kim önümdə dura bilməzdi, səsini çıxardıb dinməzdi. Həm güclüyəm, həm də zinət əşyalarım var qiymətli. Göydən 3 alma düşdü və bizi gizlətdi. Hamısını mən götürdüm, çünki mənim üçün düşən ən soğuk yeməkdir.